Mirağa, davaya gedərkən aparacağın 6 futbolçu. Maraqlı bir siyahı hazırlamışıq. Aha, nə gözəl. Deməli, öncəliklə deyək ki, dava heç təksib elədiyimiz şey deyil, uzaq durmaq lazımdır. Amma ki, belə qaçılmaz bir andırsa, artıq zəng ediblərsə, artıq görüş yeri təyin olubsa, mən birinci növbədə Zlatan İbrahimoviçi çağıraram. Zlatan, elə Messiyanın birinci pilləsində Zlatan İbrahimoviç yer alır. Tamam. Davam edək. Onda belə eləyək də, biraz xəyal dünyamızı işə salaq. Düşünsək ki, birdən çox gəlsələr, artıq onlu silah lazımdırsa, Gökhan Törəni çağıraram. Mütləq ya, yəni o Hakan Çalhanoğlu yaxşı xatırlayır. Gökhan Törə siyahının 6-cı pilləsində yer alıb. Davam edək. Kimi seçək, başqa kim var? Ramos var o siyahıda. Ramos ilk altılığa girə bilməyib. 8-ci pillədədir. Baş məşqçilərin belə məncə qorxduğu bir adam Gattuso. Gattuso siyahının 2-ci pilləsində. Doğrudur. Görək başqa Birdən kim iki qaldı tapırsan, da qarşımızda tamam, söhbətə tamam. getdiyimiz adamlar da öldülər də, da kim var başqa? Davam edə bilərsən hansı ki, burada bir neçə oyuncular iri cüssəsinə görə seçilib. Mən bir dənəsini xatırlayıram. Göz qorxutmaq üçün də belə deyil. Məncə silahlımız var. Yaxın məsafə döyüşənimiz də var. Uzaq məsafə döyüşənimiz də var. Ateşfəşanlıq lazımdır. İndi ateşfəşanlıq lazımdır ki, yəni bir öz Həqiqətən evinə elə belə oyuncu düşünürük. Məncə də öz evinə mərhəmət eləməyən adam. Balotelli. Var, bəli, siyahda var. Siyahının 4-cü pilləsində yer alır. Davam edək. Sonra kim var? Biraz Qaldı 3 və 5. Son günlərdə həmin hadisə baş verib. Səhv etməmsə Kukurellanı uçurdur göyə. Adama Turayev var orada. Doğrudur, Adama Turayev. Siyahının 5-ci pilləsindədir. Qaldı 3. 3-ü biz tapaq yoxsa izləyicilərimiz tapsın? Məncə izləyicilər tapsın, çox maraqlıdır. Amma tapa bilməzlər məncə. Sizcə siyahının 3-cü pilləsində kim yer alır? Ən əsas davaya gedərkən yanınızda kim apararsınız? Mahir Emreli.